Salam əzizləyicilər, bugün biz əsas nitq hissələrindən olan zərf haqqında danışacağıq. Deməli, zərf iş və ya hərəkətin tərzini, məkanını, zamanını və s. bildirən əsas nitq hissəsidir. Digər nitq hissələri kimi zərfin də 3 növü var. Sadə, düzəltmə və mürəkkəb. Sadə zərflər o zərflərdir ki, onda leksik şəkilçisi olmasın, söz düzəldici şəkilçisi olmasın, qrammatikin heç bir problemi yoxdur. Məsələn, arxayın, ora, bura. Məsələn, bəzən görürəm ki, bunu ayrı götürürlər, ranı şəkilçisi kimi olmaz. Ora, bura sadədir. İniş ildir, iniş sözü yoxdur. Bütövlükdə iniş ildir. Axşam, içəri. İçərini də çox vaxt rast gəlirəm və mübahisəli məsələyə çevirirlər ki, içəri sözü düzəltmədir. Xeyr, hələ ki, içərini sadə götürürlər. Düzdür, etimologiyasına baxanda içdən içərinin yaranması, yəni bir-birinə bağlılığını düşünmək olar. Amma biz imtahana hazırlaşırıqsa, imtahanda hələ ki, içərini sadə götürürlər. Aşağıdır, sırağa gündür. Sırağa gündə də gün olmasına baxmayaraq sırağa sözü yoxdur. Ona görə də onu da sadə götürürük. Əvvəl və s. Bunlar sadə zərflərdir. Dediyimiz kimi, nəinki sadə zərf, ümumiyyətlə, sadə sözlərdə leksik şəkilçisi olmur və onu siz burada görmədiniz. Bəs düzəltmə zərflər hansı şəkilçilər vasitəsindən düzəlir? Burada təqdim olunan şəkilçilərlə. Birinci növbədə bu şəkilçilərlə tanış olacağıq. Sonra növbəti səhifədə isə şəkilçilərin amonimliyindən danışacağıq ki, bəzi şəkilçilər burada amonimdir. Birincisi, baxaq C şəkilçisinə. Türkcə, rusca cümlədə işlədir. Məsələn, o türkcə danışır. Necə danışır? Necə? Və yaxud rusca danışır. Necə danışır? Danışmağının necəliyini bildirir. Ona görə bu zərfdir. Sonra casına, cəsinə, açıqcasına, hiyləgərcəsinə. O açıqcasına danışır. Hiyləgərcəsinə düşünür və s. Hamısı görürsünüz feilin yanında gəlib. Yanında gəlməndən söhbət getmir. Yəni feilə aiddir. Və yadınızda saxlayın ki, casınadır, cadı hələ ki ikisindən danışmışıq. Bunlar vurğu qəbul etmirlər. Sonra yanadır, yanədir, anədir. Məsələn, dostyana, saymaz yana, şairanə, dahiyanə, sabiranə, füzuliyanə nə qədər misal gətirsəniz gətirə bilərsiniz. Anə, yanə şəkilçisi ilə və bunlar zərf düzəldir. Və əgər cümlədə işləsəniz, görərsiniz ki, hamısı feilin yanında gəlir və feilə aid olur. Amma bircə dənə dahiyanə sözüdür ki, bu həm sifət ola bilir, həm də zərf ola bilir. Düzdür, anə və yanə şəkilçisi yoxdur sifət düzəldən. Amma biz bəzən görürük ki, dahiyanə sözü əşyanın qarşısında gəlir və əşyanı izah edir. Ona biz artıq zərf deyə bilmərik. Məsələn, dahiyanə sözündə deyir, dahiyanə fikir. Artıq biz burada deyə bilmərik ki, hərəkət var və yaxud əlamət var. Əşyadır, fikir əşyadır. Əşya bilirsiniz ki, qrammatikada, yəni isim deyək də, ismin qarşısında gəlir və ismi izah edir. Əşya biraz ola bilər, anlaşılmazlıq olar. Dahiyanə fikir. Biz artıq burada dahiyanə sözünə zərf deyə bilmərik. Çünki zərf iş və ya hərəkətin, bəzən əlamətin necəliyini, tərzini və s. bildirir. Amma dahiyanə necə zərf olar? Dahiyanə danışır, dahiyanə düşünür və s. Əgər feilə aiddirsə, feili izah edirsə, bu olur zərf. Yox, əgər ismin qarşısındasa və ismi izah edirsə, bu olur sifət. Dan-dən şəkilçisi birdən, bərkdən, astadan və s. Astadan danışır, bərkdən danışır və s. Sonra ən, qəsdən, qəflətən, daxilən. Amma bu qəsdən sözünü bir şeylə qarışdırmayın. Ola bilər ki, testlərdə qabağınıza çıxar qəsdən, 2 dənə d ilə. Orada artıq qəsd sözün köküdür, şəkilçi dəndir. Məsələn, deyir ki, onlar qəsddən danışır. Yəni, kiməsə qəsd olunub, ortada bir cinayət var, o qəsddən danışır. Amma kimsə qəsdən danışır, bir d ilə olanda, bu artıq zərfdir. Amma qəsddən danışır, bu isimdir. İsimə dan-dən şəkilçisi qoşulub. Bu başqa məsələ 2 d ilə olanda. 2 d ilə. Gəlin belə edeyim də, bura yazım. Daha yaxşı görəsiniz. Qəsd 2 d ilə. Qəsddən. Artıq qəsd burada isimdir, dən şəkilçisidir. Amma qəsddən sözü, burada bunu yazaq, qəsddən. Qəsdən də qəsd sözün kökü ən leksik şəkilçi.
Ümid edirəm ki, bunu qarışdırmazsınız testlərdə. Biri isimdir, biri isə isimdən zərf düzəldən şəkilçidir. Bunu silək, belə silək. Sonra keçək indi lalə, güclə, zorla, cəsarətlə. Deməli, həm lalə şəkilçisi, həm ən şəkilçisi, həm cacə, həm də casına vurğu qəbul etməyən şəkilçidir. Müəllim, bəs lanın, lənin digər nitq hissələri də var. Ondan digər səhifədə danışacağam, narahat olmayın. Akı, əki, yanakı, çəp əki baxırdı, yanakı o əyləşmişdi və yaxud yanaşı, aşı şəkilçisi də var. Düzdür, az söz yaransa da var. Lıq üstü 4 şəkilçisi, hələlik, həmişəlik. Bunu sənə həmişəlik vermişəm. Necə vermişəm? Həmişəlik vermişəm. Sonra gəl şəkilçisi, düzdür, az söz düzəldir. Qeyri-məhsuldar şəkilçisidir, amma var. Məsələn, mən bunu deməsəm, siz deyərsiniz ki, birgə sözü nədən düzəlib? Bir sözündən düzəlib. Yəni, bir olursunuz, onu olur birgə. Deyir, bunlar birgə gəlirdilər. Necə gəlirdilər? Birgə. Və yaxud birgə oxudular, birgə hazırlaşdılar. Necə hazırlaşdılar? Görürsünüz, hazırlaşmağın, hərəkətin tərzini bildirir və kökündə də bir sözü yaranır. Yəni, birlikdə hazırlaşıblar. Sonra araq şəkilçisi, deyəs araq feili bağlamada idi. Necə ayıracağıq? Zərf düzəldən araq, yəni leksik şəkilçi olan araq şəkilçisində vurğu son ecaya düşür. Məsələn, deyirəm ki, o çaparaq gəldi. Buraya baxın, çaparaq. Bir də var ki, o çaparaq gəldi, çapa-çapa gəldi. Birində tez gəldi mənasındadır, o çaparaq gəldi, qaçaraq gəldi, tez gəldi deməkdir. Amma digərində isə feili bağlamada isə o çaparaq gəldi. Yəni çapa-çapa gəldi. Tez də gələ bilər, gec də gələ bilər, amma çapa-çapa gəlib. Və yaxud qaça-qaça gəlib. Biri də qaçaraq. Məsələn, biz qaça-qaça gəldini tezlə əvəz eləyə bilmərik. Amma qaçaraq gəldini, yəni vurğunu sona salıb zərf mənasında işlədəndə o tez mənasında qaçaraq gəldi, qayıtdı. Yox, çaparaq gəldi, qayıtdı və s. Bunu testdə qarışdırmayın, diqqət edin. Düşəcək ki, iki cür düşünmək olar. Onu artıq vurğusunu dəyişməklə biləcəksiniz. Qaçaraqdır, çaparaqdır. Bunlar həm feili bağlama olur, həm də zərf olur. Necə ayırırıq? Dediyim kimi, birində vurğu əvvəldədir, əvvəl deyəndə, yəni şəkilçinin əvvəlindədir, birində isə şəkilçinin sonundadır, son saitindədir. Bunları inşallah ki, qarışdırmazsınız. İndi isə keçək amonim şəkilçilərə, zərf düzəldən şəkilçilərin, bayaq orada gördüyünüz bir neçə şəkilçinin amonimliyindən danışaq. La, lə şəkilçisi. Birincisi zərfdir, dedikdə ehtiyatla, cəsarətlə və s. Biri var qələmlə. Bax, deyirəm ki, cəsarətlə vuruşur. Sonra deyirəm qələmlə yazır. Onda biz qələmləni də zərf götürək, çünki yazmağa aiddir. Əgər birgəlik vasitə bildirirsə, bu qoşmadır. Məsələn, deyirəm ki, mən qələmlə yazdım. Yəni, qələm vasitəsi ilə. Bir vasitə var, amma ehtiyatla vuruşdum, mən ehtiyatın vasitəsindən vuruşmamışam. Əgər vasitə mənası bildirirsə, lalə gələndən sonra ora, biz buna deyirik qoşma. Bir də lalə şəkilçisi var ki, adlardan feil düzəldir. Məsələn, irəlilə. Siz artıq irəliləni görüb, orada irəli sözünü görən kimi siz onu zərf götürməyin. İrəliləmək, arxasına bir maqmək artırın. Görün, alınır yoxsa yox ki, alınacaq. Çünki irəliləmək, geriləmək, çünki irəli geri zərfdir. İlk baxışdan sizi aldada bilər ki, irəli sözünü zərf götürə bilərsiniz. Amma irəli deyil də irəliləməkdir. Lalə, irəlilə, gerilə və s. Lalə şəkilçisi həm də adlardan feil düzəldir. Sonra dandən şəkilçisi. Dandən şəkilçisində biz zərf düzəldən leksik şəkilçisi kimi görə bilərik. Bir də ki, ismin çıxışlıq halında dandən görmüşük. Yadınızda saxlayın. Zərf düzəldən dandən şəkilçisi, yəni dandən şəkilçisi ilə düzələn zərflər hara sualına cavab vermir. Dansa haradan sualına cavab vermir. Hansı suala cavab verir? Necə və nə vaxt? Məsələn, deyirəm ki, işi çoxdan təhvil veriblər. Nə zaman təhvil veriblər? Nə vaxt təhvil veriblər? Çoxdan. Sonra isim kimi işlənməsinə baxaq. Uşaqlar məktəbdən qayıdıdılar. Haradan qayıdıdılar? Məktəbdən. Əgər haradan sualına cavab verirsə, bu artıq zərf yox, isimdir. İsmin çıxışlıq halı. Bir şey yadınızda saxlayın. Bu qeydə diqqət edin. Aşağıdan, yuxarıdan, ucadan, hərdən. Bunların hamısı zərfdir. Amma bunların arasında fərq nədir? Niyə görə qeyd kimi yazmışam? Yadınıza saxlayın. Aşağıdan və yuxarıdan sözlərindəki dan dən şəkilçisi
hal şəkilçisidir. Yəni qrammatik şəkilçisidir. İsmin çıxışlı hal şəkilçisidir. Demirəm ha, söz isimdir. Bunu yanlış anlamayın. Sadəcə deyirəm ki, aşağıdan və yuxarıdan sözləri zərfdir. Yəni aşağı, yuxarı zərfdir. Amma ona artırılan dan-dən şəkilçisi isə çıxışlı halın şəkilçisidir. Aşağıdan, yuxarıdan, evdən, məktəbdən. Heç bir fərq yoxdur. Fərq odur ki, o dediyim məktəbdən və evdən isimə qoşulub, amma aşağıdan və yuxarıdan sözlərindəki dan-dən zərfə qoşulub. Qısacası bunların hər ikisi sadə sözdür. Oradakı dan-dən şəkilçisi sadəcə çıxışlı halın şəkilçisidir. Amma ucadan və hərdən sözlərindəki dan-dən isə leksik şəkilçisidir. Çünki uca başqadır, ucadan başqadır. Hər başqadır, hərdən başqadır. Deməli, ucadan və hərdən sözlərindəki dan-dən leksik şəkilçisi, aşağıdan və yuxarıdan sözlərindəki dan-dən şəkilçisi isə qrammatik, yəni ismin çıxışlı halının şəkilçisidir. Buna diqqət edin. Ümumiyyətlə bir dəftər, bir vərəq götürün. Bu dediklərimi bir-bir qeyd edin. Heç qeyd edəndən sonra kitaba da ehtiyac qalmayacaq. Sonra dadə şəkilçisi. Dadəni biz həm yerli hal şəkilçisi kimi keçmişik isimdə, bayaq da zərf düzəldən şəkilçilərin içərisində dadəni gördünüz. Bəs necə fərqləndirəcəyik? Yadınızda saxlayın, fəsillərə, həmçinin gün, ay, il, həftə bu tip sözlərə birlik, təklik bunları artırılsa və artırıldıqdan sonra həmin söz necə və nə vaxt suallarından birinə cavab versə. Necə, nə vaxt? Bu ismin sualları deyil ki, yox. Deməli, necə, nə vaxt sualına cavab verirsə, biz buna isim deyə bilmərik. Məsələn, necə olur? Bu işi birlikdə görüblər. Baxın, birlik sözünə dadə atılıb, birlikdə. Necə görüblər? Birlikdə. İndi yay sözünə baxın. Yay bilirik ki, həm fəslin adıdır, yay. İndi o fəslin adına mən dadə artıranda nə olur? Məsələn, yayda istirahət etdi. Nə zaman? Yayda. Artıq nə zaman sualına cavab verirsə, biz buna isim deyəmərik. Çünki isim nə zaman sualına cavab vermir. İndi bir dəfə deyirəm, meşədə azmışdılar. Harada azmışdılar? Meşədə. Harada sualına cavab verirsə, bu artıq ismin yerli halıdır. Sonra cacə. Cacə var qoşma, cacə var ədat, cacə var isim düzəldən şəkilçisi, cacə var zərf düzəldən şəkilçisi. Görək necə olur. Qoşma kimi, məsələn, uşaqca. Deyir ki, uşaqca düşünür. Yəni, uşaq kimi düşünür. Uşaq qədər düşünür. Əgər biz bunu qədərlə əvəz eləyə biliriksə, deyir, biz qoşmada keçəndə görəcəksiniz ki, testlərin içərisində bir test var ki, deyir, dəvəcə boyun olunca düyməcə ağlın olsun. Yəni, dəvə qədər boyun olunca düymə qədər ağlın olsun. Və yaxud bir misalda var ki, cacə ilə bağlı qoşma cacədən. Deməli, belə bir misal. Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. Yəni, dərya qədər ağlın olsa da, pulun olmasa ələ salacaqlar. Yəni, insan yerinə qoymayacaqlar. Qısacası, cacəni çıxardıb yerinə qədər sözünü qoyanda, bəzən də görə sözünü qoyanda, bir-iki istisnamız var. Görə sözünü qoyanda bu olur qoşma. Qoşmadan danışanda bunun haqqında ətraflı bəhs edəcəyik. Keçək indi ədat. Ədatda yaxşıca. Baxın, o ədatı oradan çıxardanda cacəni heç bir dəyişiklik yaranmır. Məsələn, onu yaxşıca döydülər. Yaxşıca. Canı çıxardın, onu yaxşı döydülər. Sadəcə orada onu qüvvətləndirib, yaxşıca döydülər. Yəni, demək istədiyim odur ki, bu cacə zərf yaratmayıb. Onsuz da yaxşı zərf idi, sadəcə bu həmin zərfi qüvvətləndirib. Vəssalam. Bir də var isim düzəldən cacə. Məsələn, düşüncə. Düşünmək sözünə cacə. Əyləncə. Əylənmək sözünə cacə atılıb, əyləncə yaranıb. Artıq onu diqqətlə kök və şəkilçi ayıranda biləcəksiniz və məzmununa baxacaqsınız ki, burada nədir? İsimdir, yoxsa zərfdir, zərfdirsə ədatla işlənib, yoxsa tək işlənib, şəkilçidirmi, deyildimi, qoşmadır, onu rahatlıqla özünüz ayıracaqsınız. Bir də var, cacə zərf düzəldən leksik şəkilçi. Bəs bunu digərlərindən necə ayıracaq? Cacə, leksik şəkilçini, zərf düzəldən leksik şəkilçini necə ayırırıq? Yadınızda saxlayın, zərf düzəldən leksik şəkilçi
ancaq və ancaq hələ ki imtahanlarda düz istisnalar var. İmtahana hazırlaşdığımıza görə ancaq imtahan necə düşür onu deyirəm. Dilləri artırılır. Məsələn, türkcə, farsca, rusca, Azərbaycanca hamısında dil düzəldir və vurğunu heç zaman özlərinə götürmür. Özündən əvvəl atır. Bu cacəni zərf düzəldən cacəni digər cacələrlə qarışdırmayın, biraz diqqətli olun. Sonra caq-cək var, zərf düzəldən sevinmək sözündən sevincək. Sonra isim düzəldən var, oyundan oyuncaq. Bir də sifət var, utanmaqdan utancaq. Artıq onsuz da siz cümlədə işlədəndə görəcəksiniz ki, məsələn, sevincək danışırdı. Necə danışırdı? Danışmağın tərzini bildirir. Oyuncağa heç vaxt zərf deməzsiniz. Utancağın da yanına bir insan, utancaq insan, utancaq adam artıq görürsünüz ki, bu da sifətdir. Deməli, sevincək zərfdir, məsəl sevincəkdən getmir. Hərəkətə aiddirsə, caq-cək şəkilçisi ilə düzəlibsə, bu olur zərf. Yox, əgər görürsünüz ki, oyuncağa da zərf deməyəcəksiniz ki, sualını düzgün verin. Oyuncaq nə? Oyuncaq. Utancağa da ki, necə sualını verdik, amma cümlədə işlədəndə görəcəksiniz ki, o artıq ismin yanında işlənir, utancaq adam və ismin, əşyanın keyfiyyətini bildirir. Sonra lıqliç, luqluq. Lıqliç, luqluq deməli hələlik, həmişəlik, bayaq gördüyünüz kimi zərfdir. Həmişə sözündən həmişəlik. Amma gözəllikdə də lıqliçlə yaranıb. Gözəl sözündən gözəllik yaranıb. Siz artıq gözəlliyə inanmıram ki, zərf deyəsiniz. Çünki sualını verin, gözəllik nə? Əlavə olaraq biz sifətdə dedik ki, lıqliç, luqluq şəkilçisi bəzən sifət yaradır, hər zaman olmazsa. İllik, aylıq, günlük, məsələn, illik plan, günlük plan, aylıq plan. Artıq görürsünüz, nəyi izah edir? Planını izah edir. O planı izah edirsə, plan nədir? Əşyadır. Siz artıq əşyanın izahını zərf götürə bilməzsiniz, axı sifətdir o. Demişdik axı, hərəkətin və ya əlamətin necəliyini bildirirsə, bu zərfdir. Məsələn, həmişəlik vidalaşdı. Həmişəlik. Vidalaşmaq feildir. Həmişəlik vidalaşmağının tərsini bildirir. Həmişəlik vidalaşdı. Bu oldu zərf. Sonra gözəllik isim. Aylıq, illik, günlük bu sifət. Məsələn, illik plan. Plan isim, onun qabağında olan illik isə sifətdir. Çünki planın, ismin necəliyini bildirir. Bura qədər belə. İndi isə keçək mürəkkəb zərflərə. Mürəkkəb zərflər bitişik, defislə və ayrı yazılır. Bitişik yazılanlar addım başı, dil ucu. Deyir ki, addım başı dayanırdı. Dil ucu söz dedi. Dalbadal içəri daxil oldular. Qapılar taybatay açıldı. Hamısı görürsünüz feilin yanında gəlib onu izah edir. Sonra defislə yazılanlar da var. Təkrarlananlar tez-tez, o tez-tez gəlirdi. Bir-bir içəri daxil oldular. İldən ilə korlanırdı. Yan-yana gəlmişdilər. Gecə-gündüz çalışırdı. 1-ə 5 atmışdı. Sonra için ağlayırdı və s. Sonra ayrı yazılan mürəkkəb zərflər hər an, sonra bir qədər, bu vaxt, ilk dəfə, bu saat, bu gün. Bunlar ayrı yazılan zərflərdir. Bugün sözünün bəzən bitişi yazılır, bitişi yazmayın onu. Bugün ayrı yazılır. Bugünkü sifəti ki var, kökü sifət düzəldir, o bitişi yazılır. Bugünkü artıq bugünkünü siz bitişi yazacaqsınız. Deməli, bugün sözünü elə danışmışam, bunu da deyim ki, bugün bəzən bütöv, bəzən ayrılır. Necə olur? Məsələn, biraz bunu yaxınlaşdıraq. Deyirəm, bugün işləri tamamla. Cümləyə baxırıq. Bugün işləri tamamla. Xətt deyək. Deməli, tamamla. Kim? Sən, mübtədamız heç. Nəyi? İşləri, tamamlıq. Nə zaman tamamla? Bugün tamamla. Siz deyənməzsiniz ki, gün tamamla. Hansı gün? Bugün. Gün tamamla deyə ola bilər? Olmaz. Məsələn, gün tamamla. Bunu buraya əlaqələndirə bilərik, əlaqələndirə bilmərik. Ona görə biz bunu bütövlükdə nə zaman tamamla, bugün tamamla. Yəni, bu bugünü bütövlükdə götürürük zərf kimi. İndi gəlin digərinə baxaq. Bugün o gündən yaxşıdır. Yaxşıdır nə? Gün. Hansı gün? Bugün. Yəni, bu başqa günləri demir də, məhz bu günün yaxşı olduğunu, bugünün o gündən yaxşı olduğunu deyir. Yaxşıdır nə? Gün. Hansı gün? Bugün. Nədən yaxşıdır? Gündən
Xətt düz çəkmədim. Qırıq-qırıq gündən. Hansı gündən? O gündən. Artıq burada bu və onu ayırırıq. Yaxşıdır. Nə? Gün, hansı gün? Bu gün. Yaxşıdır. Nədən? Gündən, hansı gündən? O gündən. Bəzən bunu bütöv götürürük, bəzən isə ayırırıq. Birincidə bütöv, bura bütöv. Burada isə ayrı. Ayrı götürürük. Bu hissəyə diqqət eləyin. İndi isə bunu silək, keçək digər məsələyə. Görüm necə silirik. Sildik. Keçək indi zərfin mənaca növlərindən danışmaq. Zərfin mənaca 4 növü var. Tərz hərəkət, zaman, yer və kəmiyyət, miqdar zərfləri. Bəzən miqdar, bəzən kəmiyyət kimi testlərdə qarşınıza çıxır. Hansı çıxsa eyni şeydir. Deməli, birinci başlayaq tərzi hərəkət zərfinin. Adına baxın, tərzi hərəkət. Hərəkətin tərzi. Yəni, hərəkətin hansı tərzdə yerinə yetirildiyini, icra olunduğunu bildirir. Məsələn, sakit, o sakit danışır. Necə danışır və sualları da necə, nə cür, nə tərzdə. Hansı sual yox, hansı sifətin sualıdır. Necə, nə cür, nə tərzdə suallarından birinə cavab verir. Sakit danışır, necə danışır, nə cür danışır. Bədahətən deyir, necə deyir. Sərrast atır, yaxşı danışır, pis danışır, qəhrəmancasına vuruşur və s. Bunlar hamısı necə, nə cür sualına cavab verir və hərəkətin hansı formada, yəni necə, nə tərzdə, nə cür icra olunduğunu bildirir. Və biz bəzi feilləri demişdik feil bağlamada ki, tikə-tikə, sonra bir də qoşa-qoşa sözünü demişdik. Deyəsiniz, biri də dönə-dönədir. Onu biz kəmiyyətdə danışacağıq. Deməli, tikə-tikə və qoşa-qoşa sözləri iki cür işlənə bilir. Bir də təkrar eləyək bunu. Demişdik ki, əgər tikə-tikə sözünə araq ərək şəkilçisini əlavə edə biliriksə, məsələn, tikərək deyə biliriksə, bu olur feil bağlama. Çünki araq ərək feil bağlama şəkilçisidir. Yox, əgər deyə bilmiriksə, bu olur zərf. Məsələn, əti tikə-tikə doğradılar. Əti tikərək doğradılar olar? Olmaz. Deməli, bu zərfdir. İndi deyirəm ki, burada evin ətrafı yazılıb, amma səhv yazılıb. Deməli, paltarı tikə-tikə məndən danışırdı. Paltarı tikərək məndən danışırdı. Düzdür. Deməli, araq ərəyi hansını atıramsa olur feili bağlama, hansını atıra bilmirəmsə olur zərf. Qoşa-qoşa da elədir. Məsələn, deyirəm ki, onlar qoşa-qoşa içəri daxil oldular. Onlar qoşa-qoşa oturdular. Artıq qoşaraq oturmayıblar ki, və yaxud qoşaraq içəri girməyiblər ki, xeyr. Amma arabanı qoşa-qoşa mənlə danışırdı. Arabanı qoşaraq söhbət edirdik. Arabanı qoşaraq məndən danışırdı. Bu, gördüyünüz kimi oldu. Deməli, bu nədir? Feili bağlamadır. Vəssalam. Araq ərək şəkilçisi ilə tapa bilərsiniz. İndi bir söz də deyim sizə. Məsələn, asta-asta. Bunu feili bağlamada demişdim. Asta-asta gəldi, gülə-gülə danışır. Hər ikisi feilə aiddir. Necə gəldi? Asta-asta, necə danışır? Gülə-gülə. Hər ikisi hərəkətin tərzini bildirirmi? Bildirir. Amma biri zərfdir, biri feili bağlamadır. Necə tapacaq? Birincisi, şəkilçiyi ayrı-ayrı da tapa bilərsiniz. Yox, əgər yadınızdan çıxsa, diqqətinizdən qaçsa, araq ərək şəkilçisi ilə yenə də bu işin içindən çıxmaq olur. Məsələn, asta-asta gəldi, astaraq gəldi olur, olmaz. Amma gülə-gülə danışır, gülərək danışır. Gördünüz, oldu. Deməli, araq ərəklə əvəzləyə bilirəmsə, feili bağlamadır, əvəzləyə bilmirəmsə, zərfdir. Sonra onlar yan-yana dayanmışdı. Sonra deyirəm, onlar yana-yana məhv oldu. Deməli, yan-yana dayanmışdı zərfdir. Çünki mən bunu yanaraq və yaxud olmur, dəyişmə olmur. Yan-yana necə dayanmışdı? Yan-yana. İndi deyirəm, onlar yana-yana məhv oldu. Necə məhv oldu? Yana-yana. Yəni, məhv olmaqlarının tərzini bildirir, necəliyini bildirir. Amma feili bağlamadı. Arağı qoyun, onlar yanaraq məhv oldular. Vəssalam. Araq ərəyi qoya bilirəmsə, bu olur feili bağlama. Sonra digər məsələyə baxaq. 3 dənə yaman sözü görək cümlədə necə işlənir. Yaman söz danışma, yaman yorulub, yaman yorğundur. Yaman söz danışma, yaman yorulub, yaman yorğundur. Buradakı yaman sözləri nədir? Nitq hissəsi kimi. Biraz yaxınlaşdıraq. Deməli, yaman söz danışma.
Yaman bunun yaman sözü indi nəyə aiddir? Sözə aiddir. Yaman söz, danışma, söz necə söz? Yaman söz. Yaman söz. Nəyi izah edir? Sözün yamanlığını, yəni pisliyindən söhbət gedir. Deməli, buradakı yaman nədir? Sifətdir. Çünki sözü izah edir. Yaman yorulub. Burada da bildiyiniz kimi yaman nəyə aiddir? Zərf hərəkətə aiddir və zərfdir. Yorulub. Necə yorulub? Yaman yorulub. Yəni yorulmağının, hərəkətin tərzini bildirir. Yorulub, yaman yorulub. Bunu da bu tərəfinə zərf yazaq, qısaca z yazaq. Bu da rahatdır, bunu da bildik. Onsuz da əvvəldən demişdik. Əgər ismin qarşısındasa, ismi izah edirsə sifətdir, feili izah edirsə zərfdir. Bəs sifəti izah eləyəndə nə olur? Məsələ budur. Yorğun sifətdir də, yorğundur. Necədir? Yorğundur. Sifəti izah eləyəndə nə olur? Yadınızdadırsa ilk dəqiqələrdə elə dedim ki, hərəkətin və ya bəzən də əlamətin necəliyini bildirir. Yorğun nədir? Sifətdir. Əlamət nədir? Sifətdir də. Əlamət və keyfiyyət sifətə aid olan bir termindir. Sifətin xüsusiyyətidir. Deməli, yorğun da sifətdir. Yorğunun, yəni sifətin qarşısında işlənən söz, yəni onu izah edən söz də zərf olur. Yaman yorğundur. Artıq burada yaman sözü yenə də zərfdir. Yəni biz feilə necə baxırdıqsa, sifətə də elə baxırıq. Bir dənə dediyimiz söz ismə aiddir də, ismin qarşısına gələndə sifət olur. Feilin və yaxud sifətin qarşısında gələn söz isə, yəni necə nə cür hansı suala cavab verən söz isə olur zərf. Yəni sifətin qarşısında gələn yorğun sözü ilə feilin qabağında gələn yaman sözündə, yorğun deyirəm, yaman sözündə heç bir fərq yoxdur. Hər ikisində zərfdir. Feilə necə baxırdıqsa, sifətə də elə baxırıq. Bir daha deyirəm, tərifində dedik ki, əşya hərəkətin və ya bəzən də əlamətin tərzini, necəliyini bildirir. Bu da belə. İndi keçək digər məsələyə. Deməli, yaxşı və pis sözlərinə burada baxaq. Deməli, yaxşı oxuyan pis nəticə əldə etdi. Yaxşı oxuyan pis nəticə. Sizə sual verirəm. Yaxşı və pis sözlərini antonim hesab etmək olarmı? Yaxşı, pis. Bir-birinin əksidir. Etmək olarmı? Düşünün. Videonu saxlayıb düşünün. Sonra cavab verin. Yəqin ki, videonu saxlayıb düşündünüz. İndi isə cavab verirəm. Cavab verməmişdən əvvəl birlikdə gəlin təhlil edək. Yaxşı oxuyan. Bu nədir? Oxuyan feildir, düzdür? Oxuyan feildir. Onun qarşısında gələn yaxşı olacaq nə? Zərf. Çünki feili izah edir. Zərf. Pis nəticə. Nəticə nədir? İsimdir. İsmin qarşısında gələn pis nə oldu? Sifət. Pis nəticə sifətdir. Desəydim pis oxuyur, o başqa, o zərf olardı. İndi yaxşı ilə pis, buna diqqət edin. Yaxşı ilə pis bir-birinin əksi olsa da, biz bunu burada, yəni bu cümlədə antonim götürə bilmərik. Yaxşı, pis ümumiyyətlə antonimdir. Amma bu cümlənin daxilində biz onu antonim götürə bilmərik. Səbəb odur ki, ayrı-ayrı nitq hissəsinə aiddir. Müəllim, burada biz niyə antonimlikdən danışırıq? Bunu leksikada deyərdiniz də. Deyə bilməzdim leksikada. Çünki biz hələ zərfi və sifəti keçməmişdik. Biz orada ümumiyyətlə deyirik ki, pislə yaxşı antonimdir. Amma cümlə daxilində bəzən yaxşı zərf, bəzən də pis sifət ola bilər. Ona görə də biz əgər cümlə daxilində baxırıq, bunlar eyni nitq hissəsinə aid deyilsə, baxmayaraq ki, bunlar məna baxımından bir-birinin əksidir, biz buna antonim deyə bilmərik. Yaxşı zərfdir, pis isə sifətdir. Bu cümlə daxilində, bu cümlə daxilində biz bunlara antonim deyə bilmərik. Sonra, deməli, bunu da silək. Keçək indi zaman zərfinə. Zaman zərfi hərəkətin icra olunduğu zamanı bildirir. Sabah, səhər, dünən, hamısı nə zaman sabah, nə zaman dünən, sonra, hər gün, yay, qış, ayda, ildə, onda və s. Deməli, onda sözü, yəni o zaman mənasında, onda gələsən, o zaman gələsən, bu mənada onda.
Yoxsa məsələn 10 rəqəmindəki 10-da, saat 10-da onu demirəm. İndi gəlin bəzi məsələlərə baxaq zaman zərfində. Qarışıq məsələlərimiz var. Səhər sözü, ümumiyyətlə bu sözlər, bax burada yazılan sözlər nə zaman sualına cavab verəndə zərf olur. Digər vaxtlar zərf sayılmır. Məsələn, səhər yeməyində də səhər sözü var. Amma kim durub səhər yeməyindəki səhərə nə zamanın yeməyi? Düz, əslində elədir, nə zamanın yeməyi. Səhərin, axşamın özünün yeməyi var. Amma səhər yeməyindəki səhər sözü isimdir. Səhər yeməyi nə yeməyi? Vəssalam. Bir də var, səhər gələrsən, nə zaman gələrsən? Səhər gələrsən. Vəssalam, artıq ikinizdəki səhər zaman zərfidir. Bir şey var ki, bizi necə çaşdıra bilirlər burada. Bizi çaşdıra bilirlər feili bağlama ilə. Feili bağlama. Deyir ki, məsələn, səhər açılanda gələrsən. Fikirləşirsən ki, gələrsən nə zaman? Səhər açılanda. Vəssalam, bunu götürün mən zərf kimi. Yox, zərf deyil. Çünki açılanda feili bağlamadır. Səhər isə isimdir. Bəs bu tərkib deyil, tərkibdir, düzdür. Feili bağlama tərkibidir. Feili bağlama tərkibi nəyin hesabına yaranıb? Bir feili bağlamanın, bir də ona qoşulan ismin. Əgər bu elə əsas nitq hissəsi olmasaydı, tərkib yarada bilməzdi. Biz artıq buna zərf deyə bilmərik. Çünki biz burada səhərə nə zaman sualını verə bilmirik. Nə zaman açılanda gələrsən yox ki, nə açılanda səhər açılanda, düzdür. Bunu təhlil zaman belə götürmürük. Gələrsən nə zaman açılanda, nə açılanda belə yox. Bunu onsuz da biz əgər sintaktik təhlil isə bütöv götürürük. Çünki bu feili bağlama tərkibidir. Amma biz sözlərə tək-tək baxırıqsa, bizdən soruşsa ki, burada səhər sözü nədir? Səhər sözü isimdir. Bir dənə də misal baxaq. Qapı açılanda içəri daxil oldu. Daxil oldu içəri nə zaman? Qapı açılanda. İndi onda biz qapını da zərf götürək də. Nə zaman sualına cavab verir? Yox. Açılanda, nə açılanda? Qapı açılanda, nə açılanda? Səhər açılanda. Düzdürmü? Eyni şeydir. Sadəcə birində səhər açılır, birində qapı açılır. Birində həqiqi mənadadır, birində biraz məcazlik var. Vəssalam. Qapıya necə yanaşırıqsa, səhərə də o cür yanaşırıq. Burada əslində heç bir problem yoxdur. Siz sadəcə burada qarışdıra bilərsiniz ki, açılanda sözü feili bağlama olduğuna görə, feili bağlama da burada zaman mənasını bildirir. Ona görə də ola bilər ki, səhər sözünü də bir yandan zərf kimi də səhər var və ikisini birlikdə görəndə səhər açılanda sözün siz zərf kimi götürə bilərsiniz, amma eləməyin elə şey. Səhər açılanda sözünün tərkibindəki səhər sözü isimdir, açılanda sözü feili bağlamadır. Gələrsəndəki feildir. Sonra gələndə deyərəm. Bax, nə zaman gələndə? Birbaşa bunu zərf götürməyin. Nə zaman sualına cavab verməsinə baxmayaraq. Çünki anda, əndə feil bağlamanın şəkilçisidir. Şəkilçiyə diqqət edin, sözə diqqət edin, məzmuna baxın. Vəssalam, bu üçünü birlikdə götürəndən sonra biləcəksiniz ki, bu zaman zərfidir, yoxsa zaman mənasını bildirən feili bağlamadır. Gələndə deyərəm, anda, əndə. Zərfin anda, əndə şəkilçisi var, yoxdur. Nəyin var? Feili bağlamanın. Vəssalam. Bəs niyə bu belə olur? Niyə görə feil bağlama zərfin sualına cavab verir? Biz axı demişdik, feili bağlama ikili xüsusiyyət daşıyır. Həm feilin, həm də zərfin xüsusiyyətini. Ona görə elə oradan qaynaqlanır, bizi işə salır ki, həm burada zaman bəzən təz mənasını bildirir. Biz də qalırıq mat-müəttəl ki, burada zərfdir, yoxsa feili bağlamadır. Bunu da ayırd eləmək üçün dediyimiz o şəkilçilərə diqqət eləmək kifayətdir. Sonra sözünə diqqət edək burada. Buradakı soruya birdən yadıma düşdü. Sonra sözü deməli bir zərf kimi işlənir. Soru deyirsən ki, sonra danışarsan və yaxud əvvəl düşün, sonra danış. Əvvəl, sonra. Həmçinin əvvəl sözdür. Amma sonra sözü isimdən sonra gəlsə, birləşsə onu. Məsələn, deyir ki, səndən sonra mən daxil olacam və həmin isimdə çıxışlı hal şəkilçisi qəbul edilsə, səndən sonra. Belə yazım, həm də gözünüz görsün. Yazıram. Səndən sonra. Səndən sonra o gəldi. Səndən sonra o gəldi. Artıq buradakı sonra qoşmadır. Səbəb nədir? Siz buradakı sonraya zaman mənasını deyəməzsiniz. Gəldi kim o, nə zaman, sonra, sonra gəlməyib o. Səndən sonra gəlib. Səndən sonranı bütöv götürürük. Amma bir də var ki, əvvəl düşün, sonra danış.
buradakı sonra artıq başqadır. Həm intonasiyadan da məlum olur, həm də qoşulduğundan məlum olur. Siz görürsünüz ki, buradakı sonra qoşulub özündən əvvəlkinə. Qısacası, ismin çıxışlıq halından sonra gələn əvvəl və sonra sözləri nə olur? Qoşma olur. Bəzi məsələləri qoşmanı da keçəndən sonra daha yaxşı qavramaq mümkündür. Amma təklikdə sonra sözü isə nə olur? Zərf olur. Həmçinin dünən sözü ilə dünənkini qarışdırmayın. Bunu mən dəfələrlə deyirəm, canlı dərsdə deyirəm, amma müdavimlər və abituriyentlər qarışdırırlar. Deyirəm ki, dünən sözünü, adətən abituriyentlərdə olur, düzdür? Deyirəm ki, bax, dünən zərfdir, dünənki sifətdir. Müəllim, qarışdırmarıq, dünənki bildikdə, dünənki iş, hansı iş? Amma səhərsi gün gətirirlər, bütün səhvlərinin hamısı o Q2, Q2 şəkilçisinə görədir. Diqqətsizlikdən edilən səhv dərsində. Baxın, dünən yazmışdı, yazıram cümlədə, gözünüz də burada görsün. Dünən yazmışdı. Bir də deyirəm ki, dünənki hadisə. Dünənki hadisə. Dünənki hadisə. Sual verin. Dünən yazmışdı. Nə zaman yazmışdı? Dünən deməli bu zaman zərfidir. Həm də yazmışdı feildir. Dünənki hadisə, hadisə isimdir. Hansı hadisə? Dünənki hadisə. Nəyi izah edir? Hadisəni, ismi izah edir. Vəssalam. Q2, Q2 adlardan sifət düzəldən şəkilsi. Dünən sözünə baxıb, onu dərhal zərf götürməyin. Bir düşünün, variantları axıra qədər oxuyun, ondan sonra qərarınızı verin. Sonra, gələk indi bu məsələdən danışaq. İndi gecdir və yaxud sabah gec olacaq. 2 dənə misalımız var və bu misalları testdə sizə necə təqdim edə bilərlər. Deyər ki, hansı cümlədə zərf aiddir? İndi gecdir. Gecdir, nə zaman? İndi. İndi nədir? Zərfdir. Gec nədir? O da zərfdir. İndi zərf, gec də zərf. Deməli, bizim dediyimiz söz, bizim dediyimiz budur. Zərf zərfə aiddir. İkincisinə baxaq. Sabah gec olacaq. Gec olacaq nə? Nə zaman? Sabah. Deməli, sabah zərfdir. Amma gec olacaq zərfdirmi? Onun yanındakı geci görüb deməyin, buradakı gec kimi deyil. Gec olmaq ikisi birlikdə feildir. Gec olmaq, kömək etmək. Siz deyənməzsiniz ki, məsələn, kömək etməkdə kömək isimdir, etmək feildir. Bütövdür bunlar. Kömək etmək bütövdə mürəkkəb feildir. Vəssalam. Gec olacaq da eynidir. Burada ikincidə zərf yoxdur. Ona görə də burada zərf feilə aiddir. Buna diqqət edin. Birincidə zərf zərfə aiddir. İkincidə zərf feilə aiddir. Bu olmaq, etmək sözləri ilə sizi çaşdıra bilərlər ki, çaşmayın. Sonra keçək zamandan sonra gəlir yer zərfi. Yer zərfi də hərəkətin icra olunduğu məkanı, yeri bildirir. Ora, bura, irəli, geri, içəri, sağa, sola, sağ, sol, irəli, geri və s. Bu cür zərflər, yəni yer zərfləri bəzən məkan məzmunu, məkan mənası bildirən isimlərlə qarışdırılır. Qarışdırmamaq üçün bilin ki, yer zərfi qeyri-konkretli bildirir. Yəni, konkret yoxdur. Bax, ora haradır? Bilinmir konkret olaraq haradır. Məsələn, mən burada durmuşam, ora deyəndə qabağı nəzərdə tuturam. Biri sağ tərəfə əlini tutur, ora deyir. Biri sol tərəfə tutur, ora deyir. Bilinmir oranın, buranın hara olduğu. Və yaxud irəli. İrəlinin hara olduğu, nəyin irəlilədiyini, nəyin irəlisindən söhbətin getdiyini bilmirik biz. Və yaxud içəri. Nəyin içərisidir? Evin içidir, əşyanın, ayaqqabının içidir, paltarın içidir, köynəyin nəyin içidir bilmirik. Ona görə də burada qeyri-konkretlik var. Gəlin indi bir misalla dediyimi tam yaxşı izah edeyim. Mən sahilə gedirəm, mən irəliyə gedirəm, mən kəndə gedirəm. Hər üçündə harası ona cavab verir. Hara gedirəm? Sahilə, hara gedirəm? İrəliyə, hara gedirəm? Kəndə. Amma yadınıza saxlayın ki, sahil sözünü heç vaxt yer zərfi götürməyin. Səbəb nədir? Çünki sahilin nə olduğu bəllidir. Oranın, buranın, irəlinin, gerinin nə olduğu bəlli deyil.
Hardan irəli, hardan geri olduğun bilinmir. Qeyri-konkretlik var. Biraz incəlikdir bu. Diqqətli olun. Və videoya bir-iki dəfə baxandan sonra bəlkə nə dediyimi tam olaraq yəni diqqətinizi çəkə bilər. Sahili isə, sahil nədir? Sahil konkret bir şeydir. Dənizin kənarına sahil deyilir vəssalam. Sahil istənilən yerdə, həmən bilmirəm hansı sahili deyir. Xəzərin sahilini deyir, Qaradənizin sahilini deyir. Təbii ki, burada da qeyri-konkretlik var, amma bu qeyri-konkretlik zərfin qeyri-konkretliyinə baxanda daha konkretdir. Tərəzinin gözünə qoyanda konkretlik baxımından sahil sözü irəli sözündən daha ağır gəlir. Çünki sahil nədir? Dediyim kimi, istənilən yerdə sahil nədir? Dənizin kənarıdır vəssalam. Amma ora, bura sözləri və yaxud irəli, geri, içəri sözləri bilinmir nəyin içidir, nədir və yaxud ora deyəndə haranı nəzərdə tutulur. Bu qeyri-konkretlikdir. Və yaxud kənd. Kənd nədir? Kənd bilirik ki, belə deyək, insanların az yaşadığı inzibati bir ərazi. Kənd. Haranın kəndi olur olsun, kəndlərin demək olar ki, əhalisinin sayı bir-birinə yaxındır. Bəzisində biraz az, bəzisində biraz çox. Ondan işimiz yox. Amma kənddir, sahildir, həmin ərazilərə verilən addır. Bunlar isimdir. Amma irəli, ora, bura, sağa, sola, irəli, geri, üzü aşağı, nəyin üzü aşağısı, hardan üzü aşağı bilinmir. Burada qeyri-konkretlik var. Amma kənd və sahil sözlərində onlara nisbətən daha konkretlik var və bunlar da isimdirlər. Sahillə kənd isimdir. İrəli, ora, bura, geri bu sözlər isə zərfdirlər. Yer zərfindən deyəcəklərim bu qədər. İndi isə keçək kəmiyyət və yaxud miqdar zərflərinə. Testlərdə adətən miqdar zərfi kimi sizin qabağınıza çıxacaq. Miqdar zərfi də hərəkətin və ya əlamətin miqdarını və dərəcəsini bildirir. Əlaməti də yadınızdan çıxartmayın. Bayaq gördünüz onu. Xeyli, çoxumuz xeyli danışır, çox danışır, qismən danışır, tamamilə yalan deyir, dəfələrlə demişəm, 1-ə 5 artıb, dönə-dönə demişəm və s. Bunların hamısı görürsünüz deməyin, danışmağın miqdarını bildirir. Xeyli danışdı, nə qədər danışdı. İndi xeyli demişkən, xeyli haqqında bir məsələyə toxunaq. Xeyli sözünə gəlin cümlədə baxaq. Xeyli oxudu, xeyli kitab aldı, xeyli maraqlıdır. Xeyli oxudu, nəyin xeyli çoxluğunu bildirir, nəyin miqdarını bildirir? Hərəkətin, oxumağın. Deməli bu zərfdir. Xeyli kitab aldı. Nəyin xeylisindən, nəyin çoxluğundan söhbət gedir? Kitabın, kitab isimdir. Deməli bu saydır. Bir də var maraqlı. Maraqlı nədir? Sifətdir. Biz bayaq dedik ki, əgər əlamətə də aiddirsə, əlaməti də izah edirsə, bu da zərf olur. Artıq bunu bir dəfə demişik, bu da olsun ikinci. Bir də təkrar edək. Əgər ismin qarşısındadsa, ismi izah edirsə, o zərf olmur. İndi say olur və yaxud sifət olur. O da pisdən yaxşı var idi, o da sifət götürdük. Burada isə sayda xeyli qeyri-müəyyən miqdar saydı. Amma zərfin və yaxud sifətin qarşısında gəlsə, bu olacaq artıq zərf. Bir də çoxdan danışaq. Çoxu da bilirik. Biz artıq çox sözünü sayda danışmışıq. Bir də təkrar edək. Çox var, miqdar say. Məsələn, çox kitab aldı. Necə ki, xeylidə eyni şeydir. Çox kitab aldı. Və yaxud çox oxuyur. Hələ ki, misallarımızı dəyişmirəm. Bu da oldu zərf. İndi deyirəm ki, çox maraqlı kitabdır. Çox maraqlı. Bu artıq xeyli kimi olmayacaq. Xeyli bildik ki, sifətin yanında gəlsə zərf olur. Amma bu bir dənə çox sözüdür ki, sifətin yanında gəndə ədat olur. Bunu yadınıza saxlayın. Deməli, çox sözünü xeyli sözündən fərqləndirən məsələ budur ki, bir dənə budur ki, çox sözü sifətin yanında gələndə ədat olur. Amma xeyli sifətin yanında gələndə, daha sifəti izah edəndə bu zərf olur. Bir dənə bu istisnamızı yadda saxlayın. Sonra dönə-dönə sözü. Dönə-dönəni biz bir dəfə fe'li bağlamada demişik. Dönə-dönə zərf və fe'li bağlama olur. Məsələn, hekayəni dönə-dönə təkrar edirdi. Bir də evin ətrafında dönə-dönə məni axtarırdı. İndi bunları bir-birindən fərqləndirmək üçün yenə də bizim bir şəkilçimiz var. Hansıdır? Araq, ərək şəkilçisi. Əlavə eləyək. Hekayəni
dönə-dönə təkrar edir. Hekayəni dönərək təkrar eləmir ki, fırlanmır ki, yerinə dönərək təkrar edim, xeyr. Dönə-dönə, yəni dəfələrlə, yəni çox təkrar edirdi, dönə-dönə. Bu artıq nədir? Miqdar zərfidir. Gəlin digərinə, evin ətrafında dönə-dönə, yəni evin ətrafına dönərək, fırlanaraq məni axtarırdı. Ara gərək əlavə eləyəndə alındı mı? Alındı. Deməli, ara gərək əlavə eləyə bilirsə, fe'li bağlamadır. Vəssalam. Birində zərfdir, ara gərəyi bərpa eləyəndə olur fe'li bağlama.